Bunlar məclisdə yeyibsən vaxtı qızın tüylətdiyi qaqaş gəlir çıxır bura. Bu moment qızın salağı daralır. Qaqaş bayaq qeyd elədiyim iki məsələni hamının içində danışır oğlana. Oğlun birinci məsələni problem eləmir təbii ki. İndi ola bilər də qızın həm ona həm buna tüylətməyi. Burada nə var ki? Geridə qalmış insanlar deyirlər evəlallah. Bu çox xırda məsələdir. Müzakirə eləməyə belə dəyməz. Bir qızı 10 oğlan tüyləyər, 11-ci tüyləyə bilməyən oğlan alar qızı. Alandan sonra da xətir minnətlə qızı zorla razı salıb elə tüyləyər. Amma ikinci məsələ ciddi məsələdir. Qaqaş da elə ikinci məsələyə görə incir qızdan. Bundan sonra qız depressiyaya düşür və biz başa düşürük ki, qızın nasreniyası pozulubsa, %100 oğlan qızı bağışlamalıdır. Harda görülür və qadının elədiyi səhvlərə görə bədəl ödəməyi? Xeyir ola. Vəbşə oğlan pox yeyir. Hələ gəlib qızdan üzr istəməlidir ki, bu məsələni bu qədər uzatdı. Qadının heç bir günahı yoxdur. Təcili bunlar barışmalıdır ki, qızın kefi düzəlməlidir. Oğlan aldatsaydı başa düşərdim. Deyərdim ki, geçsin, ölsün. Hak etdi, layiqdir buna. Amma qıza anlayışla yanaşmaq lazımdır. Onun keçmişinə,